Salam uşaqlar. 2 Mart 2025 buraxılış imtahan sualları ilə davam edək. 12-ci suala baxırıq. Bu nisbətən çətin deyil də, orta hesab olunan bir testi deyək. Ancaq uşaqlar çox vaxt burada səhv edirlər. Nida cümlələri bəzi uşaqlarımızın yaralı yeridir. Ancaq əgər diqqətli olsaz, nida cümlələrində heç bir problem yoxdur. What olan cümlədə yadınızda saxlayın. What üstə gərək isim, üstə gərək sifət və isim gəlməlidir. What, article, sifət, isim, yəni birdə olduğu kimi. Bir də bizim xəbərimiz sonda olmalıdır. Yadınızda saxlayın. Bir şey dəqiqə hara getdik. What a clever dog it is. Bir də how, sifət, üstə gələk z article, isim və xəbər. Baxın, burada cavabımız 1-4 olacaq. Niyə 5-i qaraladıq? 1-4. What clever dogs. Bu cümlə düzgün ola bilərdi. Ancaq are they yox, they are olmalıydı. How the clever dog it is yox, how clever the dog. 4'te kim olmalıdır arıcılıq? 5'te ise how dogs the clever olmaz. How çəkilək sifət sonra artıq olmalıdır. Cavabımız 1-4. Bu qədər. Gəlin dərslərdə görüşərik. Hələlik.